Naxçıvan Dövlət Universitetində 20 yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin müəllim və tələbələrinin 20 yanvar ümumixalq hüzn gününə həsr olunmuş əsərlərindən ibarət rəsm sərgisinə baxış olub. 20 yanvarın dəhşətini, ağrısını əks etdirməklə yanaşı, xalqın qəhrəmanlıq, mübarizəlik ruhunu da ifadə edən sərgi maraqla qarşılanıb. Tədbir dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə faciə deyil, həm də milli oyanışın başlandığı, xalqımızın qəhrəmanlığını nümayiş etdirdiyi gündür. Bu qanlı faciə Azərbaycan xalqının mübarizə əzmini boğmağa qarşısına məqsəd qoyan SSR-nin çirkin planının nəticəsidir. Amma o bir gecənin vəhşəti xalqın əzmini, iradəsini sındıra bilmədi. Qanlı yanvar 2-ci Qarabağ müharibəsində qazanılan zəfərin əsas təməli oldu. Rektor qeyd edib ki, 20 yanvar hadisəsinə ilk olaraq kəskin etirazını bildirən şəxs Ulu Öndər Heydər Əliyev olub. 20 yanvar hadisəsindən dərhal sonra Moskvada bəyanatla çıxış etmək, SSR-nin rəhbərliyini ifşa etmək, baş verənlərin o dövrün dünya mətbuatına çatdırmaq ümummilli liderin həmişəki qətiyyətinin nümunəsi idi. Fəlsəfə elmlər doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev çıxışında vurğulayıb ki, sonradan SSR-nin rəhbərləri 20 yanvar hadisəsinin özlərinin ən böyük səhvlərindən biri olduğunu açıq şəkildə etiraf ediblər. Bu faciə Azərbaycan xalqına ağır itkilər yaşatmaqla bərabər, onun nüfuzuna və idarəetmə qüdrətinə ciddi zərbə vurdu. Fəlsəfə elmlər doktoru, dosent əməkdar müəllim Qərib Allahverdiyev 20 yanvar hadisəsi ərəfəsində Naxçıvandakı proseslərin iştirakçısı və şahidi kimi çıxış edərək həmin dövrdə baş verən ictimai-siyasi hadisələr barədə xatirələrini bölüşüb. Vurğulayıb ki, 1990-cı ilin yanvarında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qəbul etdiyi qərarla Naxçıvanın SSR-nin tərkibindən çıxması Azərbaycan xalqının azadlıq yolunda qətiyyətinin rəmzi idi. Naxçıvan Dövlət Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə 1-ci kurs magistrantı Yağmur Mahmudova qanlı yanvar hadisəsinin Azərbaycan xalqının milli iradəsinin təzahürü olmaqla yanaşı, müstəqilliyimizin mənəvi əsaslarının formalaşmasında mühüm rol oynadığını qeyd edib. Çıxışların ardınca 20 yanvara həsr olunmuş video çarx nümayiş etdirilib. January 20 is a lesson flame that burns through oppression. Martyrs do not die. The motherland is indivisible. Sonda Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyasının Belkonda vokal qrupu ilə birgə hazırladığı Qan Yaddaşı və Haqqın Zəfəri adlı ədəbi bədii kompozisiya təqdim olunub. Şəhidləri unutmarıq yaşadan.